Ya Abdullah, ey Allahın qulu, çalış daima az da olsa Qurandan əzbərləyəsən. Yaşın çox oldu, az oldu, fərqi yoxdur. Qoca oldun, cavan oldun, fərqi yoxdur. Elə insanlar olub 80 yaşdan sonra Quran əzbərləyiblər. 60 yaşdan sonra Quran əzbərləyiblər. Bax, şərt deyil Quran hafisi olasan. Bəlkə Allah səni Quran hafizlərindən yazacaq. Niyyət et ki, mən az da olsa, bir də olsa, Allah mənə ömür versin, Quranı əzbərləyəcəm. Niyyət et. Sənə çətin gəlsə belə, niyyət et. O Quranı su kimi əzbərləyən insanlar, onlar nəsə özlərində nəsə olmuyor. Allah müvəffəq edib onları. Deyirəm ki, əzbərləyəcəm, qutaracam, bitirəcəm. Gec olsa belə 10 ilə, 15 ilə, 20 ilə. Deyirəm ki, Quran hafizi olacam. Yarı yolda ölsən Allah Quran hafizlərdən yazacaq. Vallahi Allah heç kimdən məni kəsməz. Allah artırmaq istəyir, azaltmaq istəmir. Ənə ində zanni abdi bi. Mən qulum mənim haqqında olan zənni yandayam. Və ənə ma'ahu hinə yazkuruni. Nə qədər ki, o mənə zikr edir, mən ondan bərabərəm. Və bir rəvayət ki, və ənə ma'ahu hinə da'ani. İzə da'ani. Deyir ki, mən ondan bərabərəm, ona qədər ki, mən dua edir.